öyrənin, ey bala öyrənin, yoruma aparmayacağım bunları. Sərbəst iş videosundan sonra birinci kurslardan çoxlu mesajlar almaya başladım. Necə hazırlayırsan bizə də kömək elə deyə. Gəldim sizə ən incə detallarıyla mükəmməl bir sərbəst iş necə hazırlanmalıdır ondan bəhs eləyəcəm. Bugün qədər heç bir sərbəst işin aşağı qiymət almamışam. Sərbəst iş hazırlamaq çox asan bir şeydir. Pul verib xalqa hazırlatmayın uşaqlar. 3 asan addımımız var. İlk iş, müəllimi diqqətli dinləməlisən. Müəllim səndən nə tələb eləyir? Müəllimin istəmədiyi bir şey sərbəst iş Sərbəst artıq yazmağın ehtiyacı yoxdur. Artıq yazmağınız problem deyil, əksi yazmağınız problemdir. Məsələn, bəzi müəllimlər var, slaydın görünüşünə də bal verir, bəziləri yazısına bal verir, bəziləri slaydın içərisində çox məlumat olmağını istəyir, bəziləri məlumat olmağını istəmir. Deyir, dur özün prezentasiyada danışanda mənə məsələni izah elə. Ona görə bir müəllimi anlamağa çalış ki, sənin müəllimin nə tip bir müəllimdir. İkinci hissəmiz Canva-dan düzgün prezentasiyanı tapmaqdır. Baxın, arayüzü belə bir şeydir. Və burada gəlirsiniz arama hissəsinə, axtarış çubuğuna yazırsınız, məsələn, sizə nə verilibsə, məsələn, bizimki biznes planı idi. Biznes plan. Enter'ı vurdun. Baxın. Gördüyünüz kimi, burada çoxlu biznes planlar var. Bunlardan istədiyinizi götürüb, üstündə öz tekstlərinizi yazaraq düzəldə bilərsiniz. İndi gəlirik əsas məsələyə, ChatGPT hissəsinə. Üçüncü hissəmiz isə ChatGPT-yə doğru, düzgün məlumatları verməkdir. Məsələn, deyək ki, müəllim sizdən bir biznes plan istəyibdir. Premium olsa nə xoş, amma premium deyilsə sizin ChatGPT-niz, ona bir şeyləri başa salmalısınız. Məsələn, müəllim məndən bir məhsulun satışını istəyir aylar üzrə. Bu satışı real bazara indekslə, artıb azalma templərini qeyd elə, niyə artıb azaldığını qeyd elə. Yəni, detaylı bir şəkildə süni intellektlə sən yazmalısan. Bunları detaylı bir şəkildə ChatGPT-ə başa salmalısan ki, ChatGPT sənə düzgün məlumat versin. Yoxsa ChatGPT ağzına gələni danışır sözün açığını demək lazımdırsa. Hətta özü də bəzən səhv tutanda deyir ki, üzr istəyirəm, belə xətalar ola bilir və s. Mükəmməl bir sərbəst iş hazırlamaq üçün bu 3 şeyə diqqət eləməlisiniz. Ümid edirəm işinizə yaramışdır. Daha çox belə məlumatlar üçün məni izləməyi unutmayın. Hələlik.